Həftəlik bürcülər balıq, xərçəng, əqrəb bürcülərinin bu həftə 27 oktyabrdan 3 noyabra doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar bu həftə stabilliyinizdən, belə deyim də, stabil gedişatınızdan, hardasa belə deyim, necə başlasam, bir balaca qərarsızlığa, bir balaca monotonluğa keçəcəyiniz bir məqam olacaq. Sanki özünüzü istədiyiniz kimi kral kimi, güclü kimi, idarə edici kimi, müdür kimi, vəzifə artımı kimi özünü aktivləşdirə bilməyəcəksiniz. Elə bir balaca qərarsızlıq olacaq. Bacarırsız balıqlar bu həftə ailə ilə, şəxsiyyətlə əlaqə, sevgi ilə əlaqədar problemləriniz olacaq. Onları həll etməyə çalışın. Çünki həftənin sonlarına doğru o istədiyiniz idarə, o istədiyiniz qərarlı addım, stabillik saxlaya bilməyəcəksiniz. Bu həftə həm özünüz, həm də ailə üzvlərinizdən olan insanların həkimlə, xəstəxana ilə əlaqədar olaraq belə deyim də problemlər olacaq ki, sizi biraz sinirsel olaraq, emosional olaraq qıcıqlandıracaq və hər şeyin üst-üstə sizə doğru gəldiyini hiss edəcəksiniz. Pis həftə deyil, sadəcə olaraq mənə maddisal baxımdan, həm şəxsiyyət baxımdan huzurlu bir həftə olduğunu hiss eləmirəm. Yəni bu həftə içinizdəki huzuru, içinizdəki rahatçılığı tam əldə edə bilməyəcəksiniz. Elə bilin ki, nəyisə yola verməyə çalışacaqsınız, nəyisə ört-bastır etməyə çalışacaqsınız ki, özünüzün rahatçılığını gələcəyə doğru aktivləşmiş bir formada aparasınız. 70-69% arasında həftənizi uğurlu edə bilərsiniz, amma bu uğurlu tam həftə deyil. Çünki huzurunuz yoxdur bu həftə. Xərçənglərə gələndə isə xərçənglər keçmişin gizlənmələri başladıq yenə. Sizi bir balaca qabağa çəkib aktivləşdirdik. Siz yenə ümidsizliyə geriyə doğru çəkildiniz. Bir ara belə deyim, mühitinizi, yerinizi, şəhərinizi, rayonunuzu dəyişib hansısa bir məqamda motivasiya olmağı bacardınız. Amma yenə emosional olaraq geriyə çəkilmiş. Bu həftə elə bir xərçənglər sevgi istəyirəm, diqqət istəyirəm, nəvaziş istəyirəm, öndə olmaq istəyirəm, aktiv olmaq istəyirəm. Başa düşürəm, bunu hər kəs istəyir, amma xərçənglər o sizin içinizdə olan emosionallığı bir balaca aşağı salmaq lazımdır. Enerjilərin özünüzə doğru çəkməyi bir balaca stabilləşdirməlisiniz. Keçmişdən gizlənmiş, yarımçıq qalmış kredit ola bilər, şəxsiyyət ola bilər, yalanlar ola bilər. Bu həftə onların üzə çıxmağı sizi bir balaca tarazlığınızı pozacaq. Ən çox da belə deyim də, özünüzü ifadə etmə, danışıq, nitq olaraq özünüzü aktivləşdirə bilməyəcəksiniz. Elə bir boşluqda qalacaqsınız və geriyə doğru çəkilmiş bir vəziyyətiniz olacaq. Ailə, övladla bağlı, hamiləliklə bağlı xərçənglər nə istəyirsə, bədənsal olaraq bu həftə özünüzü aktivləşdirib, özünüzü gücləndirə bilərsiniz. Ümumi dəyərləndirsək, maddisal zəif kanalınız aktivdir, yəni maddisal zəif vəziyyətdə deyilsiniz. Okey, bundan razıyam. Amma sizin beyinlə bədəninizin stabilliyini bu həftə tam güclü bir şəkildə quracağınız bir həftə deyil. Bunu da unutmayın. Problemli həftə deyil əslində, problem sizin beyniniz olduğu üçün yalandan sizi yükləmək istəmirəm. Narahat edib qorxuducu bir vəziyyətə salmaq da istəmirəm. Amma 74%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Uşaqlarınızla, ailənizlə kontaktı çox gücləndirin, kontaktda zəiflik var. Ümumi dəyərləndirsək, əqrəblərə gələndə isə əqrəblər bu həftənin ən problemli insanlarından biri sizlər olacaqsınız. Həm sağlamlıqla əlaqədar, həm maddisal itkinə əlaqədar, həm danışığınız etdiyiniz sözlərə görə belə deyim də böyük bir problemlər yaşayacaqsınız, özünüzü aktivləşdirə bilməyəcəksiniz. Başa düşürsünüz? Yəni belə deyim də, tam istədiyiniz gücü əldə edə bilməyəcəksiniz. Yarımçıqlığın zamana doğru belə deyim, boşluğu sizi incitmiş bir şəkildə olacaq. Ən çox da əqrəb bürcünün kişiləri qocalacaqsınız, ruhunuz inciləcək, etdiyiniz maddisal dəyərə görə peşman olacaqsınız. Danışdığınız söz. Bu həftə biraz peşmançılıq həftəsidir və həftənin sonu həqiqi mənada danışdığımız və etdiyimiz hərəkətlərə görə bir quyu bizi gözləyir ki, udara, boşluğa və yarımçılığa düşəcək və mən elə gəlir ki, bu həftə biz bunu haqq eləyəcəyik. Mən özüm yüksələn əqrəb bürcü olduğum üçün biraz qorxuram. Bürc və yüksələnlər insanlara təsir edir, amma buna baxmayaraq elə bir ki, bu həftə bizə sınaq olmalı, dəyərləndirməliyik, özümüzü sirkələməliyik, özümüzü aktivləşdirməliyik. Ən birinci məqamda da pulla bağlı, yatırım, pulla bağlı nə edirsinizsə 1000 dəfə düşünməlisiniz. Çünki peşmançılıq varsa itki var deməkdir. Sağlamlığınıza, özünüzə, şəxsiyyətlə əlaqədar danışdığınız sözlərə də fikir verin. Avtomatik olaraq özünüzə doğru qayıdıb udar və urucu vəziyyətdir. Həftəniz 62%-ə qədər uğurlu edə bilsəz əqrəblər böyük şeydir.